hadisəsini, ailəsinin onun yanında olmayışını, mesela hovuza düşə bilərsiniz, ölüm təhlükəsi də keçirə bilərsiniz. Amma ailənizin sizi sevdiyini, sizi oradan qurtardığını bilsəniz, heç bu qədər təlaşa qapılmazsınız. Boğulduğunuz anda bilərsiniz ki, onun gözü üstünüzdədir. Az sonra gəlib sizi qurtaracaq. Bu ana, yəni bu Hill-Flock-Sick-Kite deyirlər. Eşidibsiniz bu kavramı? Hill-Flock-Sick-Kite, yəni təməl çarəsizlik anı. Hər birimiz həyatımızın bir dönəmində, xüsusilə 0-1 yaş arasında birisinin mərhəmətinə, şəfqətinə, baxımına mütləq məcbur idik. Yəni bizi anamız bəsləməsə doymayacaqdıq, altımızı təmizləməsə infeksiya yaranacaqdı, qazımızı çıxartmasaydılar biz qaz çıxartmağı bilməyəcəkdik. Isıtmasaydılar üşüyüb öləcəkdik. Təməl çarəsizlik anında baxım verənin, anadır bu çox vaxt, uşaqla quraşdırmış olduğu, qoymuş olduğu, yaratmış olduğu münasibət Hill-Flock-Sick-Kite anlarıyla bizim münasibətimizi tənzimləyir. Vataname'də bunun çox 3 dənə ən az örnəyini sayacağım birazdan. Yəni nə deməkdir? Əgər bir uşaq təməl çarəsizlik anında az sonra yardımın gələcəyini öyrənibsə, anası azacıq ağlayanda yuxudan qalxıb ona baxıbsa, ehtiyacını tanıyıb onu ödəyibsə, içərisində bir ümid yaranır. Həddindən artıq inanan, obsesiv inanmaqdan bəhs etmirəm. Dindardan getmir söhbət, inanmaqdan gedir. İnanan insanların belə bir xüsusiyyəti var. Ən pis halda belə, səhranın ortasında belə, nə bilim, sualtı qayıqda belə yardımın gələcəyini inanaraq dua eləməyə başlayırlar. Yəni duanın qəbul olunmayacağını bilmirik ki. Amma Hill-Flock-Sick-Kite anındakı yaranan münasibət, sevgi, qayğı, şəfqət üzərindədirsə, o inancı işini öldürə bilmir. Viktor Frankl'ın toplama kampında davranışlarını düşünün. Ən belə az sonra öldürmə anında belə bu adam sanki heç bir şey olmamış kimi ona kömək eləyir, çörəyini paylaşır və Frankl'ın vurğuladığı bir nüans var ki, mən çox önəmli, xoşbəxt bir uşaqlıq keçirtmişim. Hətta Almaniyadan onu çıxartmağa çalışırlar bir dönəmdə. Psixanalizdən danışanda yahudilərdən danışmaq imkansızdır. Məcbur danışırıq yəni. Çünki təməlini onlar qoyub, onlar da davam edir. Frankl'ın özü də yahudidir. Almaniyadan qaçırılmaq şansı olduğu anda belə qarşısına çıxan bir simgədən, bir simvoldan yola çıxaraq orada qalıb toplama kampına gedib. Ata-ananı heç bir zaman tərk eləməm. Yəni bir sözdür da, yəni görürsən ki, nazilər gəlib səni öldürür, hamında toplama. Xeyr, o inanc onu orada aparır və o inancla o yaşayır. Bu Hill-Flock-Sick-Kite'ın kapsanması ilə əlaqədardır. Amma Hill-Flock-Sick-Kite anında yardım gəlməyən, mərhəmət görməyən, şəfqət görməyən insanlar həyat qarşısında ən adi, ən xırda mani anlarında belə həmən ümidsizliyə yapılır. Vataname'də biz bunu görürük. İş yerində, bəlkə filmdən xatırlayırsınız, iş yerində əvvəlcə canfəşanlıq eləyir, performansın artırılması üçün təkliflər irəli sürüyor, anlatıcı dış səsdən biz bunu bilirik. Bir müddətdən sonra görür ki, heç kim onu dinləmir, onlar çoxdur, mən təkəm, heç bir şey eləyə bilmərəm. Eyni ilə hovuza düşmə anındakı çarəsizlik yanına geri qayıdır. Mən heç bir şey eləyə bilmərəm, təsliməm, olduğum halda qalıram, nə olursa olsun. Və bunu ancaq 50 yaşlardan sonra aşır. Və başqasını kəşf eləyər, başqasının sevgi və qayğısını, mümkünlüyünü kəşf eləyər. Psixoanalitik mənada diqqətimizi çəkən bir digər nüans da kimlik dəyişimidir. Bilirsiniz,